Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri. Bu dərsə keçmədən öncə çalışacağım ki, ümumiyyətlə hər bir sözü, hər bir dərsi loru dilinə izah edeyim ki, bizə də asan da olsun bu dərsləri qavramağa. Öncəliklə onu deyim ki, hifz nə deməkdir? Hifz qorumaq deməkdir. Biz nəyi qoruyuruq? Biz Allahın bizə nazil etdiyi Qurani Kərimi qoruyuruq. Harda qoruyuruq? Zehnimizdə qoruyuruq, yəni yaddaşımızda. Onun üçün də biz bu dərsləri hər gün bacara bildiyimiz qədər kiçik formatda təfsiri, məfahim, yəni biraz həm mənanı izah eləyəcəyik, həm nəyə görə nazil olunub, yəni uzun uzadı formatda deyil də daha qısa formada izah eləyib sizlərə çatdıracağıq inşallah ki, biz özümüz də əzbərləyəndə görək nə əzbərləyirik. Birinci başa düşək mənasını, sonra əzbərləyək. Düzdür əzizlərim? Bunun üçün də bizə kitab lazımdır. Qurani Kərimin özü lazımdır. Və belə bir sual yaranır. Hifz üçün hansı kitabı alaq? Və hifz üçün hansı kitabı alaq suala cavab budur ki, hər bir müsəlman bilir ki, adi Qurani Kərimlər var. Amma fərqlidir. Hifz üçün olan kitab bir olmalıdır, bir formatda olmalıdır ki, hər bir hifz edən insan bilsin hansı səhifəsindən söhbət gedir. Hansı, yəni soruşsaz ki, hansı filan ayəni denən və hansı səhifədədir deyəndə, bu insan artıq səhifəni də əzbərə bilməlidir və hansı surə, hansı ayə və hansı tərəfdə, yəni yuxarıda yoxsa aşağı hissəsində yerləşir, hətta bunu belə bilməlidir və təbii ki, tərcüməsi ilə birlikdə. Hansı kitab, indi hər bir kitabın şəkillərini sizlər üçün inşallah ki, şəkli çəkib atmışam, hamısı olmasa da çoxsunu izah etməyə çalışacağım Allahın izni ilə. İlk növbədə bunu qeyd edək ki, bütün hafizlər və hafizələr kitabı 3-cü səhifəsinə baxır. 3-cü səhifə, burada gördüyünüz kimi 3-cü səhifə Bəqərə surəsinin 11-ci ayəsinə baxırıq. Əvvəl qeyd eləyək ki, hansı kitab olmalıdır, hansı səhifə olmalıdır, nə tər olmalıdır, sonra isə digər şəkillərdə necə olmamalıdır deyə bu şəkillər göstərəcəm. Demək, bu gördüyünüz səhifə, dediyim kimi 3-cü səhifədir, Bəqərə surəsinin 11-ci ayəsidir və hər bir səhifədə, Qurani Kərimin hər bir səhifəsində 15 sətir var. Və bu 15 sətiri tam ortaya bölsək, 7 sətir yuxarıda qalır, 7 sətir aşağıda qalmalıdır. Və ortada olan hər 8-ci sətir əlavə olan bir sətir həmin 11-ci ayə aiddir hal-hazırda gördüyümüz 3-cü səhifədə. Biz bununla bilirik ki, bu bizə lazım olan kitabdır ya yox. Hifz üçün sırf 11 rəqəmi səhifənin sonunda olmalıdır və lə tufsidu sözü ilə başlamalıdır həmin o 8-ci sıra sətir belə deyək və bitməlidir 11 rəqəmlə. Yəni 12-ci ayəsi oradan başlamamalıdır. İkinci vacib olan hissə odur ki, vərəq ağ olsun. Ola bilər təbii ki, bu şəkildə gördüyünüz kimi altında açıq, çox açıq rənglər, tonlar olar. Yaşıl, mavi, amma çox açıq rəngdə olsun. Yaxud da açıq çəhrayı, amma burada gördüyünüz kimi 3-cü səhifədir və 11 rəqəmi tam axırda dayanıb və lə tufsidu sözündən başlayır. Lakin hansı kitablar olmaz? Misal üçün, götürək bu səhifəni. Qurani Kərim, hər hansı bir Qurani Kərimin bu səhifəsini götürürük. Gördüyünüz kimi rəngli olmamalıdır. Allah sözü, Rəbb sözü, Rabbihim, Rabbukum, Allah, bunlar qırmızı, çəhrayı, mavi, digər rənglərdə olmamalıdır. Yəni, gərək biz hər bir yazı qara rəngdə olsun. Bu şəkildə baxaq, burada da birinci rənglidir. Özünüz görürsünüz, hər bir rəng var. Narıncı var, yaşıl var, qırmızı var və s. və ilaxır. Və üstəlik də oxla göstərmişək ki, 11-ci rəqəm, baxın, lə tufsidu ilə başlayır, lakin sonunda 11-ci rəqəm tam axırda deyil. Ələ innəhum sözü ilə başlayır ki, bizə bu Qurani Kərim yaramır hifz üçün. Və bunu da bildirək ki, ümumiyyətlə, niyə rəngli olmaz? Çünki bizim zehnimiz bu Quranı oxumaqla aram olması üçündür. Amma rənglər, biz bu daimə bu Quranla biz mütəmadi olaraq bütün günü Quranla olduğumuza görə, əzbərlədiyimizə görə bizim zehnimizə mənfi təsiri və aram
aramlığımızı əlimizdən alına bilər. Onun üçün də yalnız bu gördüyünüz belə bir rəngdə, yəni qara rəngində yazılmalıdır və ən gözəli kağız özü ağ olsa daha yaxşı olar ki, bizim zehnimizcə də xeyirdir. Hətta deyirlər ki, rəngli kitabla çox üzbəyüz olsaz, sırf misal üçün hifz etmək üçün, bu zaman hətta dəlilliyə qədər çıxıb gedə bilər. Bu gördüyünüz, baxmayaraq ki, rəng olaraq uyğun gəlir, lakin 11 rəqəmi gördüyünüz kimi tam ortadadır. Yəni, ümumiyyətlə, lə tufsidu sözü ilə başlamır və nəhnu muslihun sözü ilə başlayır. Yəni, bu da bizə hafizlərə yaramır. Və gördüyünüz tərcümə, qətiyyən tərcümə olaraq kitabı götürmürük. Baxmayaraq ki, 3-cü səhifəni açıb görsəz ki, 11 rəqəm istədiyiniz kimidir. Eyb yox, mən buradan əzbərləyərəm, tərcümə də mənim yanımda da rahatdır. Xeyr, olmaz. Çünki biz bilirik ki, Quran hafizlər hər bir səhifəni əzbərə bilirlər. Sağ tərəfdə hansı səhifədir, sol tərəfdə hansı ayədir və ancaq bir sorsaq ki, filan ayə, filan surədə hansı səhifədədir, Quran hansı tərəfindədir, ancaq yalnız sağ tərəfdə deyəcək. Sol tərəfdə tərcümə olduğu üçün. Ona görə də bizə bu da yaramır. İnşallah ki, biz hamımız Quranı gözəl öyrənib və ən əsaslı əməlləri də tətbiq edənlərdən olaq inşallah. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.